Proqram yeniləmələri mövcud proqram təminatındakı səhvləri aradan qaldırmaq, performansı artırmaq, yeni funksiyalar əlavə etmək və təhlükəsizliyi gücləndirmək məqsədi ilə həyata keçirilir. Amma bəzən elə olur ki, yeniləmələri təsdiqlədikdən sonra telefonda zəifləmə, donma halları baş verir. Ekspertlər deyirlər ki, belə haldan qorunmaq üçün telefonun yaddaşı mütləq tənzimlənməlidir. Qeyd etmək lazımdır ki, mobil telefonlara gələn yeniləmələr mütləq edilməlidir. Bu zəruridir. Çünki bizim əməliyyat sistemlərimiz açıqları bağlamaq üçün, həmçinin də yeni versiyalarda yeni funksiyaları aktivləşdirmək üçün bu yeniləmələri etmək mütləq zəruridir. Əks halda telefonumuzda boşluqlar əmələ gələ bilər və kiber sahədən bizə hücumlar ola bilər. Telefonumuza zərərli yazılımlar yazıla bilər. Proqram təminatı yeniləmələri kiber hücumlardan qorunma və proqramın daha səmərəli işləməsi üçün vacib şərtdir. Bununla belə, yeniləmələr edərkən diqqət yetirilməli bir çox məqamlar var. Belə ki, yeniləyərkən digər proqramların işləməsini dayandırın. Bu, yeniləmə prosesinin sürətlə getməsini təmin edəcək. Cihazımıza əgər müəyyən proqramlar işlədikdə, bir də telefon dəstəkləmir, yaxud yeniləmə tam şəkildə getmədikdə bu hallardan üzləşməmiz baş verir. Ən yaxşı halda odur ki, məsələn, iOS sistemlərində, Android sistemlərində var ki, avtomatik qoşursan, artıq özü gecə biz uyurkən sabaha kimi artıq özü yeniləyir. Cihazı tam şəkildə səhər oyandıqda görürsünüz ki, yeniləmə bitibdir və yenidən telefonunuzu tam şəkildə, güvənli şəkildə işlətməyə başlayırsınız. Yəni, mütləq şəkildə yeniləmələr etmək, yəni bir də görürsünüz ki, adam var deyir ki, yeniləmə etməyin, müəyyən proqramlarımızı dəstəkləmək, amma bu hallarda telefonlarımız donur, işlənməyə başlayır. Ona görə mütləq şəkildə yeniləmə lazımdır. Yeniləmə prosesi zamanı məlumatların ehtiyat nüsxəsini çıxarmaq və yeniləmədən sonraki testləri həyata keçirmək də çox vacibdir. Ekspertlər deyirlər ki, sistemdən asılı olaraq yenilənmələr 15-20 gündən bir gəlir. Nilufər Səlim, Emin Tağıyev, Çinarə Vaqif, Telesəhər.